Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən 1980-ci illərin sonlarında Azərbaycanın müstəqillik uğrunda mübarizəsi mövzusudur. Bilirik ki, 1980-ci illərdə SSR-nin süqutu prosesi sürətlənmişdi. 1982-ci ildə Brejnevdən sonra SSR rəhbərliyi düz 3 dəfə dəyişdirildi. 1985-ci ildə SSR Komünist Partiyasının birinci katibi vəzifəsinə Mikhail Qarbaçov gətirildi. Mikhail Qarbaçov da SSR-nin süqutunun qarşısını almaq üçün, SSR-ni iflasdan qorumaq üçün bir sıra tədbirlər gördü. Lakin bu tədbirlərə baxmayaraq ölkənin SSR-nin çöküşünü xilas etmək üçün atılan bütün addımlar vəziyyəti yaxşılaşdırmaq əvəzinə biraz da pisləşdirdi. Ölkə rəhbərliyi əhalinin diqqətini vacib məsələlərdən, mövcud problemlərdən yayındırmaq üçün artıq qərara gəldi ki, milli zəmində qarşıdurmalar yaratsın. Bu məqsədlə də Çar Rusiyasının əvvəllər tətbiq etdiyi parçala və hökm et siyasətini davam etdirdi. Bu məqsədlə də Ermənistandan Azərbaycanlıların yeni deportasiyasına rəvac verdi. Ermənistandan Azərbaycanlıların ilk deportasiyası 1947-1953-cü illəri əhatə edir. Növbəti deportasiyası isə 1988-ci ildən 1991-ci ilə qədər olan dövrü əhatə edir. Bu dövrdə Dağlıq Qarabağda milli münaqişəni alovlandırdı. 1987-ci ilin sonlarından Ermənistanın Azərbaycanlı əhalisi güclü mənəvi və fiziki təzyiqlərə məruz qaldı. Bu zaman Ermənilərin Daşnaküstün partiyası fəallaşdı. Ermənilərin Daşnaküstün partiyası 1890-cı ildə yaradılmışdı. 20-ci əsrin əvvəllərində Azərbaycan xalqına qarşı törədilən soyqırımın bilavasitə iştirakçısı olmuşdu. 1988-ci ilin yanvarından etibarən Ermənistandan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası başladı. Sonuncu deportasiya 1988-1991-ci illəri əhatə edir. 1988-ci ilin yanvarın 25-də Qafan və Mehri rayonlarından Azərbaycandan gələn ilk qaçqınlar əsasən Bakı və Sumqayıt şəhərlərində məskunlaşdı. 1988-ci ilin fevralın 28-29-unda ermənilər Azərbaycanlı adı ilə öz millətlərinə qarşı qırğınlar törətdilər. Bu tarixdə Sumqayıt fitnəkarlığı adlanır. Sumqayıt fitnəkarlığını törətdilər. Sumqayıt fitnəkarlığını törədən kimidir? Sumqayıt fitnəkarlığını törədən əslən erməni Eduard Qriqorjanidir. O, Azərbaycanlı özünü paşa kimi qələmə verərək erməniləri qətlə yetirdi. Sumqayıt hadisələri Azərbaycanla Ermənistan arasındakı münaqişəni daha da alovlandırdı. Bundan sonra Azərbaycanlıların Ermənistandan kütləvi köçürülməsi prosesi gücləndi. Sumqayıt fitnəkarlığını törətməkdə ermənilərin məqsədi nədən ibarət idi? Ermənilərin məqsədi ondan ibarət idi ki, Azərbaycanlıları Ermənistandan tamamilə qovub çıxartmaq, Azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaqdan ibarət idi. 1988-ci ilin mayında Azərbaycan Komünist Partiyasının birinci katibi vəzifəsinə Kamran Bağırovun əvəzinə Əbdülrahman Vəzirov gətirildi. Kamran Bağırov 1982-1988-ci illər ərzində Azərbaycan Komünist Partiyasının birinci katibi olmuşdu. Əbdülrahman Vəzirov bu vəzifəyə gətirilənə qədər Pakistanda və Nepalda SSR-nin səfiri vəzifəsində çalışmışdı. 1991-ci ildə Ermənistan SSR-də Azərbaycanlıların sonuncu yaşayış məskəni olan Mehri rayonunun Nüvədi kəndinin boşaldılması ilə Azərbaycanlıların sonuncu deportasiya prosesi də başa çatdı. Bütövlükdə 1988-1991-ci ildə Ermənistandan 230 min Azərbaycanlı zorla köçürüldü. Dağlıq Qarabağda ermənilərin separatçılıq fəaliyyətinin güclənməsi. Heydər Əliyev ermənilərin Qarabağa olan iddialarına mane olduğu üçün Mikhail Qarbaçov 1987-ci ildə onun vəzifədən kənarlaşdırılmasına nail oldu. Heydər Əliyev
SSR-də vəzifədən kənarlaşdırıldıqdan sonra ermənilərin Azərbaycanlılara qarşı ərazi iddiaları daha da çoxaldı. 1988-ci ilin fevralında Ermənistan SSR-də və Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılması və Ermənistan SSR-yə birləşdirilməsi tələbi ilə mitinqlər təşkil edilməyə başlandı. Artıq 1989-cu ilin yanvarında Volskinin başçılığı ilə Dağlıq Qarabağda xüsusi idarəçilik forması haqqında qərar qəbul edildi. Bununla da demək olar ki, Dağlıq Qarabağ ərazisi Azərbaycandan ayrıldı. Bu qərar ilə Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsi yaradılmışdı. Xüsusi İdarə Komitəsi düz 10 ay müddətində fəaliyyət göstərmişdi. 1989-cu ilin noyabr ayına qədər fəaliyyət göstərdi. Bu müddətdə faktiki olaraq Azərbaycan vilayətinin idarə olunmasından, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin idarə olunmasından kənarlaşdırıldı. Dağlıq Qarabağda yaşayan Azərbaycanlıların da köçürülməsi siyasəti yeridildi. 1989-cu ilin yayında Xankəndində yaşayan bütün Azərbaycanlılar şəhərdən çıxarıldı. 1989-cu ilin sentyabrın 23-də Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanunu qəbul edildi. 1989-cu ilin sentyabrın 23-də qəbul edilən bu qanun Azərbaycan SSR-nin qanunlarından üstün sayılırdı. Əgər lazım gələrsə, Azərbaycan SSR-nin tərkibindən çıxa bilərdi. Buna görə də 1989-cu ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətində olan Xüsusi İdarəçilik Komitəsi ləğv edildi. Bununla razılaşmayan Ermənistan SSR Ali Soveti bütün siyasi normaları pozaraq 1989-cu ilin dekabrında Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar qəbul etməklə Azərbaycanı qarşı ərazi iddiasını rəsmən elan etmiş oldu. Bu dövrdə artıq xalq hərəkatı da başlamışdı. 1988-ci ilin yanvarında Ermənistan və Xankəndində ermənilərin Azərbaycanlılara qarşı mitinqləri keçirildi. Bu mitinqlərə cavab olaraq 1988-ci ilin fevralın 19-da Bakıda Azərbaycan xalqı etiraz əlaməti olaraq küçələrə axışdı. Bu hadisə ilə artıq Azərbaycanda da xalq hərəkatı başlamış oldu. Bu dövrdə başlayan xalq hərəkatının səbəbləri nələrdir? Dağlıq Qarabağda ermənilərin separatçılıq meyillərinin güclənməsi, Sovet rəhbərliyinin erməni millətçi qüvvələrini himayə etməsi, Ermənistanda yaşayan Azərbaycanlıların kütləvi şəkildə Azərbaycana köçürülməsi, deportasiyası bu dövrdə ölkə rəhbərliyinin vətəndaşlarının hüquqlarını müdafiə etməməsi ilə bağlı idi. Şuşanın Topxana meşəsinin ermənilərin tikinti məqsədi ilə qırması Azərbaycan əhalisinin narazılığına səbəb oldu. 1988-ci ilin noyabrın 17-sində indiki Azadlıq meydanında müddətsiz xalq hərəkatı başladı. Etiraz mitinqləri keçirildi. Bu hərəkat xalq tərəfindən meydan hərəkatı adlandırılırdı. Meydan hərəkatı öz zirvəsinə 1988-ci ilin 17 noyabrında çatdı. İlk dəfə burada suverenlik və azadlıq şüarları səsləndirildi. İlk dəfə Azərbaycan Xalq Cumhuriyyətinin üsrəngli bayrağı burada qaldırıldı. Bakıda və digər ərazilərdə komendant saatı tətbiq edildi. Bunun nəticəsində Azərbaycanda baş vermiş meydan hərəkatı dağıdıldı. Meydan hərəkatı xalqımızın birliyini göstərdi. Müstəqillik, azadlıq uğrunda əzmini göstərdi. Buna görə də 17 noyabr tarixi sonraki dövrdə Azərbaycan xalqının tarixinə milli dirçəliş günü kimi düşmüşdü. 1989-cu ilin yayında bir qrup Azərbaycan ziyalıları tərəfindən Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri seçildi. Xalq hərəkatının təsiri ilə 1989-cu ilin dekabrın 30-da Gəncənin tarixi adı bərpa edildi. 1989-cu ilin dekabrın 31-dən Naxçıvandan başlayaraq Sovet-İran sərhədlərinin sökülməsi prosesinə başlandı və bunun nəticəsində Cənubi Azərbaycanlılarla əlaqələr yaradıldı. Sonralar bugün Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd olunmağa başlamışdır. Bu dövrdə baş verən hadisələrdən
Moskva ciddi şəkildə narahatdır. Ona görə də 1990-cı ilin yanvarında SSR rəhbərliyi tərəfindən Azərbaycanlılara qarşı qanlı yanvar hadisəsi törədilmişdi. 1990-cı ilin yanvarın 15-də ermənilər Xanlar rayonunun Quşsuz kəndinə silahlı basqın etdilər. Dağlıq Qarabağda erməni hücumlarının qarşısını almaq məqsədi ilə 1990-cı ilin yanvarında Azərbaycan Xalq Cəbhəsinin bir qrup üzvü tərəfindən Milli Müdafiə Şurası yaradıldı və bunun nəticəsində özünü müdafiə dəstələri təşkil etməyə başladı. 1990-cı ilin yanvarında ermənilər Naxçıvana hücum etdi. Bu hadisəyə etiraz olaraq həmin gün Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti SSR-nin tərkibindən çıxmaq haqqında qərar qəbul etdi. 1990-cı ilin yanvarın 19-da SSR Ali Soveti heyəti xəbərdarlıq etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman verdi. Yanvarın 19-undan 20-sinə keçən gecə Bakıda qırğın törədildi. Bakıda törədilən qırğın zamanı 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər isə həbs edildi. 1990-cı ilin yanvarın 21-də Heydər Əliyev Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gedərək 20 yanvar hadisələrinə görə Sovet hökumətini pislədi. Bunun nəticəsində də bununla da Sovet məmurlarının planlarını alt-üst edərək dünyanın diqqətini Bakıya yönəltdi. Bu dərsimizlə bağlı bu qədər.